Hər gün gileylənir, hər gün söylənir. Yoxdur deyir. Sonra deyir ki, görürsən, yoxdur. Ay bala, sən yoxdur desəm, onsuz da o gələcək, o yox olacaq. Bunun belə bir misal gətirim. %100, çünki öz həyatımda da elədi, başqa dediyim, tövsiyə verdiyim, seanslarda anlattığım bütün tanıdıqlar, şagirdlərimin həyatında da elə dəyişdi. Ona görə əminliklə deyirəm. Əgər hər gün yoxdur, xoşbəxt ölük falan desən, Allah nə deyir bilirsiniz? Deyir, sən yox görməmisəni. Sən yox görməmisən. Gəl sənə daha betərini yaşadım. Gör yox necə olur. O insan onu da anlamır. O daha betərini yaşayır, deyir, görürsən, daha betər oldu. Başa düşmür ki, Allah ondan daha betərini verir. Amma hər günü şükür eləsən, ay Allah, şükür sənə, hər şeyim var, amma içdən. Allahım, bax yeməyim var, bax başımın üstündə damım var, sevdiklərim yanımda. Müharibə ölkəsində yaşamıram, nə bilim, sakitlikdir, nədir, budur, odur, yavaş-yavaş həll edəcəm, şükürlər olsun, sağlamam. Ağlım yerindədir, ağlımı özüm idarə edə bilirəm. Xəstəxanada günümü keçirmirəm, sevdiklərim üçün qaça-qaç eləmirəm. Bunları desəniz, Allah deyir ki, o anda, sən daha yaxşı günlər görməmisən. Bu nədir ki? Gəl sənə daha yaxşı gün yaşadım. Sən daha yaxşı gün yaşayırsan, deyirsən, ay Allah, nə gözəl həyatım var, şükür, mən çox varlıyam içdən. Allah deyir, bu nədir ki? Gəl sənə daha qəşəngini yaşadım. Vərdiş halinə gəldikdən sonra artıq sizin öz xarakterinizə çevrilir və bu onun qarşılığını o qədər görürsünüz ki, amma görməniz lazım. Yəni neqativləri imtahan kimi görün, amma qəşəng anları şişirdin. Nəyi şişirdərsən, o gələr. Həsəd kimi apararsan, əlində olan xoşbəxtliyi, sağlamlığı da ona verərsən. Bu yazılmış bir qanundur. Bunlar sübut olunmuş bir şeylərdir. Elə öz həyatımdan da götürürəm. Başqasına həsəd, filan kəs qazandı, Allah bilir nə yolla qazanıb. Nə yolla özü bilər. Günahı o öz Allahın, sən bilmirsən nə çəkir içində. Əgər özünüzə odaqlanmazsanız, özünüzə fikir verməzsəniz, öz həyatınızı dəyişməyə çalışmazsanız, ömür boyu oturub onun həyatına oturub danışacaqsınız. Həsrətlə baxacaqsınız. Deyəcəksiniz, filan kəs Allah bilir nə yolla qazanıb. Filan kəs əslində bilmədən əlinizdə olan xoşbəxtlik də həsəd elə bir şeydir ki, enerji kimi bir şeydir də. Birinə həsrət aparanda enerjini, öz yaxşı enerjini də ona verirsən. O daha da yüksəlir. Sən qalırsan yana deyirsən ki, nə oldu ya, belə görsən. Çünki bilmirsən ki, sən ona verirsən. Ona görə kimsəyə həsəd aparmayın. Uğur qazanandan sonra artıq kimsə ilə işiniz olmaz. Çünki ancaq özünüzü, öz uğurunuza odaqlanacaqsınız. Daha nə etməliyəm, daha necə işləməliyəm, daha necə oxumalıyam, daha necə həyatımı dəyişməliyəm, daha necə dünyaya, insanlara fayda sağlamalıyam. Uygulayın, qarşılığını görün, Allaha şükür edin. İnanın, dünyada hər kəsə yetəcək qədər pul da var, xoşbəxtlik də var, gözəllik də var, sevgi də var. Var, valla var. Amma acgözlük deyil. Şükür edərək. Şükür edin, Allah versin. Şükür edin, Allah versin. Sevirəm sizi. Mən yenə də dərsə keçirəm. Öpürəm sizi. Bye bye, goodbye.